Salam. İndi də mən üstün və loqaritmik bərabərsizliklər mövzusuna aid olan çalışmaların ardını işləyəcəyim. Birinci, burada harda qalmışdıq? 85 nömrəli çalışmada. Çalışma belədir. Loqaritmi 0,5 əsasında x üstə gəl 3 böyük bərabərdir mənfi 3-dən. Bunu birinci növbədə əlbəttə ki, x üstə gəl 3-ü böyük götürəcək 0-dan. Və ikinci x üstə gəl 3 bərabərsinin özünü həll edəndə burada 0,5 kəsr ədəddir. 0 ilə 1 arasındadır. Ona görə bu işarə əksinə dəyişəcək. Kiçik bərabərdir. 2'də 1 üstündə mənfi 3 8-dən kiçiklik deməkdir. Belə bir sistem alırıq və bu sistemi həll edirik. Bu sistemdə də x böyükdür mənfi 3-dən, bir də x kiçik bərabərdir 5-dən. Bunu heç ədəd oxunda çəkməsəydi olar. Amma yazıram uşaqlar. Mənfi 3 bu da 5. Deməli, mənfi 3'ü almır. Böyükdür. Amma 5'i isə alır. Burada aşağıdan xətt deyirəm. Burada sümbül şəkil yaranır. 3, mənfi 3, 5. Mənfi 3, 5. Deməli, 5'i alır. Mənfi 3'ü isə almır. Cavab orada oldu C variantı. Sonra 86 nömrəli çalışmaya da baxaq. 86 nömrəli çalışmada nədir? Deməli, loqaritma 0,5 əsasından x üstə gəl 2 böyük bərabərdir mənfi 2-dən. Deyir bərabərsizliyini həll edək. Burada da yenə belə yazacağım. X üstə gəl 2 böyükdür 0 və bir də x üstə gəl 2. Deməli, bu kəsr ədəd olduğuna görə 0-1 arasında olduğuna görə bu işarə yenə burada da dəyişəcək. 2'də 1 olurdu. 2'də 1 üstü mənfi 2 4 edir. Və belə bir sistem aldım. Buradan da x böyükdür mənfi 2. Bir də x kiçik bərabərdir 2. Belə bir cavab aldım. Ədəd oxunda təsvir edirəm uşaqlar. Elə bunları təsvir edirəm ki uşaqlar, bütün uşaqlar başa düşsün. Aydınmı? Düzdür. Müəyyən qism uşaqlar dərhal yaza bilər bunu. 2. Amma o qismən gec götürən uşaqlar üçün də yazıram. Bax, mənfi 2-dən böyükdür. Bax, fikir verirmi? Keçir gedir buradan. Amma 2-dən də kiçikdir. Bax, bu da gəlir keçir. Yenə də sümbül şəkli burada oldu. Mənfi 2 ilə 2 aralığı. Mənfi 2'ni almır. Amma 2'ni isə alır. Qaralamışım uşaqlar. Orada hansıdır cavab? Y variantı. Bax, oralarda diqqətli olun. Fikir verirsiniz. Bax, C variantında heç birini almır. Sonra D variantında əksinə, yəni 2'ni almır, mənfi 2'ni alır. Yəni bunlara diqqət yetirin uşaqlar. Sonra 87 nömrəli çalışma. 87 nömrəli çalışmada. Orada nedir? Deyir ki, fx bərabərdir kök altında mənfi 2 loqaritma 4 əsasından x çıxılsın x'in kvadratı. Deməli, belə bir funksiyanın təyin oblastını tapacaq. Funksiyanı düz yazdım mı? Mənfi 2 loqaritma. Bəli. Əlbəttə ki, bilirik ki, mənfi 2 loqaritma 4 əsasına x minus x'in kvadratı 0'dan böyük bərabərdir. Birinci şərt bunu yazırım. Sonra, indi bu bərabərsizliyi həll edək. Deməli, birinci şərt odur ki, gəl mənfiyə vuraq. 2, daha doğrusu mənfi 2'də 1'ə, deməli, mənfi 2'də 1'ə vuraq. O 2 də getsin oradan. Alıram bax belə. Loqaritma 4 əsasından x çıx x'in kvadratı. Bu da kiçik bərabərdir 0. Bax, bu bərabərsizliyi həll edəcəyəm. İndi bu bərabərsizliyi həll etmək üçün x minus x'in kvadratı aydındır ki 0'dan böyük olmalıdır. Və bir də x çıxılsın x'in kvadratı 4 üstündə 0 kiçik bərabər olmalıdır 1'dən. Və belə bir yazılışımız olmalıdır. Aydınmı? 4 üstündə 0 1 edir. Və bu sistemi həll edəcək. İndi gəl bu sistemi həll edək. Necə həll edəcəyim orada? Birincidə deməli x minus x'i çıxardıram. 1 minus x o da böyükdür 0'dan. Aydınmı? İkincidə alıram belə. X'in kvadratı deməli sağa keçirdirəm. Çıxılsın x o da üstə gəl 1. Olacaq, bax, fikir verin, bərabərsizlik işarəsi deməli bunları sağa keçirmişəm. Elədim, ağız hissəsi onlara tərəf olacaq. Böyükdür
bərabərdir 0. Belə bir sistemdir. İndi birincini həll edirik. Kökləri 0'dır, bir də 1'dir. Ədəd oxunda çəkək görək nə verəcək mənə. Bu ədəd oxunda bu 0'dır, bu da 1'dir. Deməli, aralıqlar belə olacaq. Heç birini almır. Bunun təyin olunma oblasına baxaq. Burada heç birini almır. Deməli, mən 2 yazıram yerinə burada. 2 yazanda bu müsbətdir, bu da mənfi. Deməli, bura mənfi olacaq, bura müsbət olacaq, burada mənfi olacaq. Belə çıxır ki, deməli, bu ifadə, bu birinci bərabərsinin həlli 0 ilə 1 arasındadır. Heç birini də almır olar. 0 ilə 1 arasındadır. İndi burada bu da var axı. İndi fikir verin uşaqlar. Əgər 0 ilə 1 arasındadırsa, deməli bu 0 ilə 1 arasındadırsa, onda bu hökmən 0'dan böyükdür. Heç bunu həll etməyə ehtiyac yoxdur. Çünki bu əgər 0-1 aralığında ədəd alırsa, üzərinə 1 gələndə 0'dan böyük olacaq da. Ona görə də bunun həlli heç ikincini həll etməmiş. Bir də buradan alıram ki, həll olacaq 0-1. Bax, budur həlli. Baxaq orada. Deməli, bu 87 nömrəli idi. D variantıdır. D variantında var orada uşaqlar. Sonra bu 87'nin ardını yazdım da burada. İndi 88 nömrəli çalışmaya da baxaq. 88'də nədir? Fx bərabərdir. Kök altında loqaritma 3'də 1 əsasından x minus x'in kvadratı. Və belə bir funksiya verilir mənə. Deyir ki, təyin oblastını tapın. Bunu da yenə də uşaqlar. Deməli, mən necə yazacağım bunu? Kök altı ifadəni 3'də 1 əsasdan x minus x'in kvadratını 0'dan böyük götürəcəyim. Böyük bərabər. Və burada bərabərsizliyin özünü həll etmək üçün x'in kvadratı 0'dan böyük olmalıdır. Bir də bərabərsizliyin özünə həlli bunu verir də mənə. Böyük bərabərdir, 3'də 1 böyük bərabərdir olmayacaq. Kiçik bərabərdir olacaq. Aydındır mı? Orada kiçik bərabərdir. Kiçik bərabərdir. İşarə əksinə dəyişəcək. Bu 0 ilə 1 arasındadır. Olacaq nədən? 1. 3'də 1 üstü 0, 1 verir. Bu bərabərsizlər sistemini həll edəcək. İndi baxaq. Birincini gəl həll edək. Deməli, x'i çıxardaq mötərizə xaricinə. 1 çıxılsın x. O da böyükdür 0. İkincini də gəl bunu əvvəl həll edək. Təyin olunma oblastını tapaq. Deməli 0'dır. Bir də x bərabərdir 1'dir. İndi ədəd oxunda təsvir edirəm. Bu 0, bu da 1. Deməli, bunların heç birini almır. Heç birini almır. İndi qiymət verək, 2'ni yazaq yerinə. 2'ni yazanda mənfi verir bu bizə. Düzdürmü? Bu ara müsbətdir, burada mənfidir. Deməli, bu sistemin həlli 0 ilə 1 arasında olacaq. Sistemin həlli bu arada olacaq. Aydındır mı? Ne üçün bu arada olacaq? Ona görə ki, bunun təyin olunma oblastı bu araya düşdü. İndi gəl baxaq burada. Bu bərabərsizliyə baxaq. Deməli, burada nə verəcək mənə? X. Gəl sağa keçirdirəm onu. X'in kvadratı işarəsi müsbət olsun da. X'i də keçirdirəm, çıxılsın x. O da üstə gəl 1. Ağız hissəsi bunlara tərəf olacaq. Gələdin mi? Böyük bərabərdir 0. İndi bura baxın. Yenə də bundan əvvəlki çalışma kimi x kvadratı çıx. X müsbət ədəddir. 0 ilə 1 arasındadır. Üzərinə 1 gələndə də əlbət ki, müsbət olacaq. Aydındır mı? Amma fikir vermədən bunu başlayacaq həll eləmək. Yox, ehtiyac yoxdur. Burada görsənir bu. Deməli, belə çıxır ki, bu bərabərsizliyin, bu funksiyanın təyin olunma oblastı elə 0-1 aralığıdır buradadır. Bu 88 nömrəli çalışmada D variantıdır. Kənarları da almır uşaqlar. Bu oldu bizdə. Keçirəm sonra 89 nömrəli çalışmaya. 89 nömrəli çalışma. Burada nədir? 3 vurulsun. 2 üstündə kök altında x minus 1 üstə gəl. 2 üstündə 3 minus kök altında x minus 1. O da çıxılsın 25. Böyükdür nədən? 0'da. Bu bərabərsizliyi həll edəcək uşaqlar. İlkin növbədə buradan belə yanaşma aparıram mən
Burada x minus 1 sıfırdan böyük beraber. X böyük beraberdir 1. Bunun həlli 1'dən böyük beraber olmalı. Aydındır uşaqlar? 1'dən böyük beraber olmalı. Demirimi o araya düşməlidir ümumiyyətlə. Onu demək istəyirəm. Bu araya düşməlidir həlli. Nə 5'dən yuxarıdır, bəlkə 8'dən yuxarıdır. Neydən yuxarıdırsa bu araya düşməlidir. İndi başlayaq həll etməyə. 3 vurulsun 2 üstündə kök altında x üstə gəl 1. Üstə gəl. Bu nə deməkdir uşaqlar? 8 bölünsün 2 üstündə kök altında x çıx 1. Bu mənfi məxrəcə gəlir də 1 bölünsün deməkdir. Aydın? O da çıxılsın 25 böyükdür 0'dan. Burada gəlin heç ortaq məxrəcə gətirməyin, ehtiyac yoxdur. Bir dəfəlik belə əvəzləmə aparaq. X üstə gəl 1 bərabərdir bir a-nın işarəli. Bu eləyəcək 3a üstə gəl 8 böl a. Aydındır mı? Burada x hər ikisi çıxmadı ya uşaqlar. Hər ikisi çıxmadı. Hə. Sonra elədir mi? Hər ikisi çıxmadı da. Bəli, hər ikisi çıxmadı onları. Hə, o da çıxılsın 25, o da böyükdür 0'dan. Burada 2 üstündə x çıxılsın 1 0'dan böyük ədəddir, müsbət ədəddir. Ona görə də mən bunu a-ya vura bilərəm. 3a-nın kvadratı üstə gəl. Çıxılsın yazar bir dəfəli. 25'i a-ya vururam. 25a üstə gəl 8. O da böyükdür 0'dan. Bu kvadrat ənli gəlirik. Bu nə verəcək bizə? Neçə eləyir? 25'in kvadratı 625 d bərabərdir. Çıxılsın 4 vur 3, o da vur 8. Deməli, o 96. Elədir mi? 96. O da bərabərdir. 15'dən 6 çıxanda 9. Sonra 11'dən 9 çıxanda 2. Bu da 529. 23 alınır. Kökdən 23 çıxacaq. Yazaq a1 2 bərabərdir. 25 üstə gəl çıx 23 böl 6'ya. Bax bunu 2 mislinə. Buradan da alırıq. a1 nəyə bərabər? Toplayanda neçə eləyir? 48. 6'ya böləndə 8. a2 də bərabərdir. Çıxanda 2 eləyir. O da eləyir 3'də 1. Kökləri bunlardır uşaqlar. İndi bunlardırsa gəl bunlara baxa görək. Ədəd oxumda çəkim. Bu 3'də 1'dir. Bu da 8'dir. Deməli bu aralıqda bölünür ədəd oxum. İndi baxaq 0 yazaq burada. Bu tərəfdən 0 yazaq funksiyada yerinə. A 0 olmur axı. İşarəni ümumiyyətlə gəl bu tərəfdən yazaq. Bu aradan yazaq. 1 yazaq yerinə. 1 yazanda nə verir mənə? Deməli, bu eləyir 3, mənfi verəcək. Bu ara mənfidir. Bu ara müsbətdir. Bu tərəfdə də müsbətlik olacaq. Amma bu mənfi tərəf bu arada ola bilər qiymət alsın. Aydınmı? Müsbət bu ifadə. Bu arada 0'a qədər. Aydın oldu mu? 0'dan o tərəf o mənfi ola bilməz axı. A üstü x onsuz da onlardan həmişə böyük olurdu. Aydındır mı? Neysə bu tərəfi mən deməli burada belə yazıram. Onda da mən burada belə yazacağam. Deməli baxın görək burada 4'də 1 yazanda işarəsi nə verir mənə təqribən? 4'də 1 yazanda. 4'də 1 yazanda 16'da 3 çıxılsın. 7'də 1. Neysə bunu belə yazacağım da mən də. Bax 2 üstündə gəl belə yaz. Ümumiyyətlə a. Deməli bizə lazımdır 0'dan böyüklüyü. Düzdürmü? 0'dan böyükdürsə onda belə olacaq. A böyük olacaq 8'dən. Bir də a kiçik olacaq 3'də 1'dən. Aydındır mı? Şimdi burada gəl belə yazaq yerinə. A'nın yerinə nə yazacağım? Bax bu ifadəni. Deməli 2 üstündə neçədir? Kök altında x çıxılsın 1'dir bu. Aydındır mı? X çıxılsın 1 böyük olacaq 8'dən. Buradan da kök altında x çıxılsın 1 də böyük olacaq nədən? 3'dən. Kök altında.
Kvadrata yükseldendə uşaqlar. X çıxılsın 1 böyük olur 9'dan. X de böyükdür nədən? 10'dan. Deməli x böyükdür 10'dan. Burada da bunu yazanda 2 üstündə kök altında x çıx 1. O da kiçikdir nədən? 3'də 1'dən. Bu da x çıxılsın 1 kök altında. X çıxılsın 1 kiçik olacaq logaritma 2 əsasından 3'də 1'dən. Bu mənfi ədəddir axı. Bundan kiçik ola bilməz. Aydın oldu. Deməli bu ifadə onda kök altı ifadə bundan kiçik ola bilməz. Mənfi ədəddən kiçik ola bilməz. Ona görə də cavabı bax burada. Deməli 10'dan böyük olacaq. Ona görə burada fikirləşdim, dedim axıra baxarıq. Deməli belə çıxır ki 10 müsbət sonsuzluqdur. Özü də ki 10'u almır. Bərabərlik yoxdur orada. Varmı orada cavabı? Deməli kvadratı yükseltdim. Neçə nömrəli idi bu çalışmada? 89. Bəli, Y variantında var orada uşaqlar. Cavab Y variantında var. Bəli, bu qayda ilə yazılır. Sonra 90 nömrəli çalışmaya baxaq. 90 nömrəli çalışmaya. Burada nədir? 3 vurulsun 8 üstündə kök altında x çıxılsın 4. O da üstə gəl 8 vurul üstündə 4 çıxılsın kök altı 1 çıxılsın. 1 çıxılsın kök altında x çıx 4. O da çıxılsın 25. Böyükdür 0'dan. Burada da bərabərsizliyi həll edirik. Baxaq. Bayaqki bərabərsizlik kimidir. 3 vurulsun 8 üstündə kök altında x minus 4. O da üstə gəl. Bu belə olacaq. Deməli 8 üstündə 1'dir də 8 üstündə kök altında x minus 4. O da çıxılsın 25. Böyükdür 0'dan. Və bayaq dediyim formada bunu elə əvəz edək dərhal. 8 üstündə kök altında x minus 4. Onu bərabər elə bir y. Aydındır mı? Olacaq 3y üstə gəl 8 böl y. O da çıx 25 böyükdür 0'dan. Y müsbət ədəddir. Ona görə bunu y-ə vura bilərəm. 3y'in kvadratı çıxılsın 25y üstə gəl 8. Böyükdür 0'dan. Bunu köklərinə baxaq. Diskriminant bərabərdir. Bu verir mənə 625 çıxılsın. Bunların hasilinin 4 misli. 96 verir mənə yenə də. 20, bəli 96. Bu da 529. Bundan əvvəlkində hesabladıq da 23 kök alınır. Deməli y1 2 nəyə bərabərdir? 25 üstə gəl çıx 23 böl 2 misli 6. Buradan da y1 bərabər toplayıb böləndə 8. Burada da köklər elə verdi mənə. Çıxanda 3'də 1. Belə bir cavab. Köklər bunlar verdi. İndi ədəd oxunda bu 3'də 1'dir. Bu da 8'dir. Deməli bunları almır. Bərabərlik yoxdur bərabərsizlikdə. Deməli bu aradan 2'ni yazanda yerinə yoxlayaq. Nə verim? 1 də yaza bilərəm. 3 çıxılsın 21 mənfi verir. Bunlar da müsbətdir. Elə demə kənarları müsbətdir. Ancaq bu ola bilməz ha. Bayaqkində gördüm ola bilmir bu da. Yəni aydın oldu mu? İndi yazacağam siz də başa düşün bunu. Bu bərabərsizliyi həll etsəydim sırf, yəni üslü funksiya olmasaydı, həlləri mənfi sonsuzluq 3'də 1 8 müsbət sonsuzluğu yazacaqdım. Amma burada elə deyil uşaqlar. Bax fikir verin. Kənarlar da düzdürmü? Y böyük olacaq nədən? 8'dən. Bax böyükdür 8'dən. Y neçədir burada? Deməli 8 üstündə kök altına x çıx 4 böyükdür 8'dən. Elədir mi? Deməli 8'dən böyükdür. 8'dən böyükdürsə belə çıxır ki bunun üstləri bərabərdir. Düzdürmü? Onda x çıxılsın 4 nədən böyükdür? 1'dən. Kvadratı da yüksəldəndə böyükdür. Kök altındadır bu əlbəttə. Böyük olacaq nədən? 1'dən. Bu da x böyükdür 5'dən. Elədir mi? Bunun təyin olunma oblasti də bilirik 4'dən böyükdür də x böyükdür 4. Aydın oldu mu? O araya düşür də. Ona görə də bu həll bu götürüləcək. 5'dən böyük. 5 müsbət sonsuzluq. Bir həll budur. İndi digər həllə baxaq görək. Y 1'də böyük olmalıdır, kiçik olmalıdır nədən? 3'də 1'dən. Düzdürmü? Y-in yerinə yazıram 2 üstün 8 üstündə.
Ne? Kök altında x çık 4. O da kiçikdir 3'te 1. Buradan da kök altında x çık 4 kiçiktir. Logaritma 8 esasdan 3'te 1. Bu mənfi ədəddir. Bunu heç uşaqlar yazmamış da deyirəm, demək olur ya onu. Burada hələ görürsən ki, burada deməli kök altında x çık 4 mənfi olub ki, bu kəsrdən kiçik olub da, düzdürmü? Deməli bu ola bilməz. Bu ola bilməz. Cevap olacaq bir deyib bu. 5 müsbət sonsuzluq həm də təyin olunma ovlasına da daxildir. Bayaqkində də elədik. Uşaqlar 1-dən böyük olunmalıydı. Ona görə 10-dan böyük oldu ki, cevabı götürdük dərhal. 90 nömrəli çalışmada cevap hansı idi? Y variantı. 5 müsbət sonsuzluq. Keçirəm 91 nömrəli çalışmaya. 91 nömrəli çalışmaya. Bunu necə yazaq 91-i? Logaritma 8 əsasından neçədir bu? 3x çıx 1, 3x çıx 1, o da kiçikdir 1. Bu nə həll edir uşaqlar? Yazıram 3x çıxılsın 1 sıfırdan böyükdür. Bir də bərabərsini özünə həll edirəm. Çıxılsın 1, 8 üstü 1-dən kiçik olacaq. 8 1-dən böyük olduğuna görə işarə dəyişmiş. 8. Və bunu həll edəcək. Mən bunu 2 qat bucaq kimi də yazmışdım sizin üçün. Yenə də yazıram. 0-dan böyük kiçikdir 8-dən. Və yaxud ayrı-ayrı yazıb toplaya bilərsiniz. Cavablarını tapa bilərsiniz. Mən yazmışam, onu da yazmışam. Hansı gəldi yazıram da bunları. Yəni ki, hər tərəfə 1 əlavə edirəm. Böyükdür 1-dən, kiçikdir 9-dan. X də böyükdür 3-də 1-dən, kiçikdir nədən? 3-dən. Deməli, burada cavab oldu 3-də 1. Heç birini almır. Bərabərsizlikdə də almaq yoxdur da, yəqin ki də. 91 nömrəli yoxdur, bərabərlik işarəsi də yoxdur. Orada cavab hansıdır? 3'də 1, 3. Heç birini almır. B variantı. Cevap budur. 92 nömrəli çalışmaya da bax. Logaritma 4 əsasından 4 çıxılsın 2x. O da kiçikdir 2-dən. Bərabərsizliyini həll edəcək. Həll edək. 4 çıx 2x sıfırdan böyükdür. Bir də 4 çıx 2x 4 üstü 2-dən kiçik olacaq. 4 1-dən böyük olduğuna görə 16-dan da kiçik. Belə bir bərabərsizlikdir. İndi buna ayrı-ayrı yazım istəyirsiniz. Bayaqkini 2 qatla yazdım. Bunu ayrı-ayrı yazım. Yaxşı, x kiçik olacaq 2-dən. Burada da x böyük olacaq. Bu tərəfə keçirdimdə 16-nı o tərəfə keçirdəndə mənfi 12 elir. Mənfi 6-dan, eləmi? Belə oldu da. Bəli, elə olacaq. Deməli 2x-i mən sağa keçirdim, 16-nı sola keçirdim. Burada da bəli, belə oldu. Deməli, mənfi 6-dan böyük, 2-dən kiçik. Belə bir aralıq olacaq. Bu da 92 nömrəli çalışmada. Mənfi 6-dan böyük, 2-dən kiçik. Heç birini də almır. Bu da Y variantıdır. Sonra 93 nömrəli çalışmaya da baxaq. 93'də nədir? Logaritma 3'də 1 əsasından x üstə gəl 2. X üstə gəl 2. O da kiçik bərabər 0. Burada deyir ki, ən kiçik tam həllini tapın. Həll edək bərabərsizliyi. Deməli, x üstə gəl 2 0-dan böyükdür. Bir də x üstə gəl 2 3'də 1 olduğuna görə, kəsr olduğuna görə 0-1 arası olduğuna görə bu işarə əksinə dəyişir. 3'də 1 üstü 0'da 1 olacaq. Bu sistemdə 0-dan da böyükdür bu ifadə. 1-dən də. Deməli, bunu həll edəcəyəm də yekunda. Hələ bu ikisindən belə alıram. Yazıram bax burada. X böyük olacaq. Böyük bərabər olacaq mənfi 1-dən. Ən kiçiyini istəyir. Mənfi 1. Cavab mənfi 1 olacaq. D variantında. Və D variantında 93 idi. Bəli. İndi 94'ə baxaq. 94 nömrəli çalışmaya baxaq. Burada nədir 94'də? Logaritma deməli 3'də 1 əsasından x çıxılsın 4. Bu da böyükdür mənfi 2'dən. Deyir bu bərabərsizliyi həll edin. Həll edək bu bərabərsizliyi. Yox, ən böyük tam həllini tapacaq burada. 94'də ən böyük tam həllini. Yazıram yenə də x minus 4 böyükdür 0. Bir də x minus 4 burada 2'dən böyük idim. Bəli. Mənfi 2'dən böyük idi. Olacaq bu işarə dəyişəcək. Kiçikdir. 3'də 1 üstü mənfi 2. 9. Belə. Belə bir yazılış olacaq. İndi burada
Gəl həll eləyək bunu. X böyükdür 4-dən. Bir də x kiçikdir nədən? 13-dən. Özə bərabərlik yoxdur ya. 4-dən də böyük, 13-dən kiçik. Belədir də ortaq götürülür də. Bu 4-dür, 4-dən böyük. Almır bunu. Bu da neçədir? 13. 13-dən də kiçik. Və belə. Demək bunu həlli 4 ilə 13 arası oldu. Orada da ən böyüyünü istəyir bizdə. Ən böyük tam həlli 12 olacaq da. Aydın mı? Burada 12'dir də. 13'ü almırıq. Cavab bu olacaq. 12. C variantı. C variantı. Sonra baxaq neçəyə? 95 nömrəli çalışmaya. 95 nömrəli çalışma. Burada nedir? A parametrin hansı qiymətində loqaritma x'in kvadratı üstə gəl ax üstə gəl 10. O da böyükdür 0. Bərabərsizlik bütün x'lər üçün doğrudur. Hansı qiymətində? Baxaq bura. Gəl belə yazaq da. Gəl bir əvvəl bərabərsizliyi həll edək. Sonra bunu əvvəla bilirik ki, x'in kvadratı üstə gəl ax üstə gəl 10. Bu sıfırdan böyük olmalıdır. Bu heç. Bunun qiyməti sıfırdan böyük olmalıdır. Şimdi gəl bunu bərabərsizliyin özündə yazaq görə. X'in kvadratı üstə gəl ax üstə gəl 10. Bu 10 üstü 0 1 edir. Böyükdür 1-dən. X kvadrat üstə gəl ax üstə gəl 9. O da böyükdür 0-dan. Bunu 0'a bərabər edirəm. Ax üstə gəl 9. 0'a bərabər eləyib. Bir baxa görə bu funksiyanın diskriminantını tapaq daha doğrusu. Bunun müsbəti lazımdır mənə. Aydınmı? Baxaq. Bunun müsbətini yazıram belə. Diskriminantı tapaq. Funksiyanın müsbətini deyirəm ha uşaqlar. Deməli a'nın kvadratı çıxılsın 4 vur 9. O da bərabər a kvadrat çıx 36. O da böyükdür. Yox, böyük yox. Kiçik olmalıdır sıfırdan. Ne üçün? Çünki apsis oxunu kəsməsin. Yuxarıda olsun ki, həmişə müsbət olsun. Aydın oldu. Bu müsbət olmalıdır həmişə. İndi baxaq. Buradan da a kiçikdir nədən? Modulda a kiçikdir 36'dan. Deməli, kiçikdirsə a mənfi 6 ilə 6 arasında olur. Amma gəl buna da baxaq görək. Bu da dediyim formada müsbət olacaq həmişə. Aydın oldu mu? Çünki bunu yoxlamalıyam, hökmən yoxlamalıyam. Bu bəlkə mənfi ədəddir. Buna gəl mənfi 6 ilə 6 arasında da mənfi 6'nı hələ yerinə yazıram. Heç mənfi 6'nı almıram. Lap 5 yazım. Mənfi 6'nı lap qıraqdan yazıram. Tutaq. Mənfi 6'nın kvadratı 36 eləyəcək də, düzdürmü? Və yaxud 6'nın kvadratı 36. Çıxılsın neçə eləyir? 40. Mənfi eləyir ki. Deməli, bunun diskriminantı mənfi olur da bu aralıqda, düzdürmü? Mənfi olursa bunun qolları yuxarı yönəlib, x'in kvadratı. Bir də bu formada da, yəni həmişə müsbətdir. Deməli, cavab götürüləcək, bax bu cavab uşaqlar. Mənfi 6 ilə 6 A variantında və bunu götürəcək biz. Cavab kimi. Sonra deməli 96'da 96. Burada nedir? A parametri hansı qiymətində? Eyni çalışmadır ki, x'in kvadratı üstə gəl ax üstə gəl 5 böyükdür 0 bərabərsizlik. Bütün x'lər üçün nədir? Doğrudur. Yazaq bunu. Deməli, yenə bayaqki kimi də üstə gəl ax üstə gəl 5 0'dan böyük olmalıdır. Bir də bərabərsizliyin həlli üstə gəl ax üstə gəl 5 böyük olmalıdır 10 üstü 0'dan 1'dən. Bu sistemə baxacağım hər iki bərabərsizliyə. Və bunu yazaq, həll edək ikincini. X'in kvadratı üstə gəl ax üstə gəl 4. Böyükdür 0'dan. Bunu diskriminantı nə verir mənə? A kvadrat çıxılsın 16. Bu 0'dan kiçik olmalıdır. Apsis oxunu kəsməsin. Qollar yuxarıdır. Yarısı aşağı keçməsin uşaqlar. Bax, yarısı aşağı keçməsin. Bu yuxarıda olmalıdır ki, həmişə müsbət olsun. Aydın oldu. 0'dan böyük olsun. Deməli, buradan belə çıxır ki, modulda A kiçikdir nədən? 4'dən. Bu deyilir, mənfi 4 ilə 4 arası. Yəni, gəl bunu da yenə də yoxlayıram. Bax, mənfi 4'ü yazıram yerinə. Hətta mənfi 4'ü, düzdür, bu elə aldığı qiymətlərdən kənar qiymət yazdım hələ. Sərhədlərinin özlərini də yazdım.
16 eləyir, çıxılsın 20, mənfi ədəd eləyir diskriminant. Deməli, bunun kökləri yoxdur. Bu həmişə müsbət ədəddir. Ona görə də cavab götürüləcək bu arada. -4, 4 aralığı B variantında var. B variantı. 97 nömrəli çalışma. Kök altında 5 üstə gəl 2, üstündə x nədir burada? Çıxılsın 1. Böyük bərabərdir. Deməli, kök altında 5, o da çıxılsın 2 üstündə x çıx 1. X çıx 1. Bir də x üstə gəl 1. X üstə gəl 1. Bərabərsizliyini həll edin. Bu bərabərsizliyi həll edəcək. Bunlar, bunu deməli, gör necə yazacağım. Kök altında 5 üstə gəl 2. X çıx 1. Belədir də bərabərsizliyin. Bəli. Mən bunu belə yazacağım uşaqlar. Bu elə bil ki, bunun tərsidir. Aydındır? Deməli, 1 bölünsün kök altında 5 üstə gəl 2 üstündə bunun üzərində. Deməli, x çıx 1, bir də x üstə gəl 1'dir. Belədir bu. İndi burada da bana fikir verin. Yazıram, kök altında 5 üstə mütəzədə. Üstə gəl 2 üstündə x çıx 1 böyük bərabərdir. Bunun üstü mənfi ilə yazıram. Mənfi belə olacaq da, onda da kök altında 5 üstə gəl 2. Bunun üstü mənfi vurulacaq buna. Buna vurulanda mənfi belə olur. 1 çıx x, bir də x üstə gəl 1. Belə bir bərabərsizlik aldım axırda. İndi bu bərabərsizliyi baxaq. Əsaslar eynidir axı. Eynidirsə, deməli, belə olacaq da, x çıxılsın 1, özü də 1'dən böyükdür də, bu düzdürmü? Yazıram, böyük bərabər olacaq 1 çıx x, x üstə gəl 1'dən. Belə bir bərabərsizlik aldım və bu bərabərsizliyi də həll edir. Deməli, necə yazıram bunu? X çıxılsın 1, x çıxılsın 1. Orta məxrəcə gətirinmi? Yoxsa mötərizə xaricinə də çıxarda bilsəm necə olar? Neyse, orta məxrəcə gətir. Deməli, bunu keçirdirəm sola. Olur, məxrəcdə x üstə gəl 1, x çıx 1 vurulacaq x üstə gəl 1'ə. O da çıxılsın, deməli, x 1 çıxılsın x. Belə bir çıxılsın, bir də üstə gəl olacaq. Gələdimi? Bunu bu tərəfə keçirdəndə o çıxma olur qarşıda, mənfi bir mənfi olur, bu üstə gəl olur. Və bu da buna vurulur. Belə bir yazılış alır. Bu da böyük bərabərdir 0'dan. Gəl belə yazaq. Deməli, x üstə gəl 1. Bunu başmayacağım bunu. 1, x çıxılsın, 1'i çıxardıram mötərizə xarici. X çıxılsın 1'i. Daxildə nə qalır? X üstə gəl 1. Bir də üstə gəl 1 qalır. Aydın oldu. X çıx 1'i buna vuranda x çıx 1 qalır. Görürsən, yerləri dəyişik düşüb də. O da böyük bərabərdir 0. Və buradan da alıram x çıx 1. Məxrəcdə x üstə gəl 1. Mötərizəsiz. Bir də x üstə gəl 2. O da böyük bərabərdir 0. İndi bunu həll edək. Deməli yazıram. Kökləri nədə bunun? X çıx 1 0'dır. X üstə gəl 2 0'dır. Bir də x üstə gəl 1 də 0'dır. Deməli x bərabərdir 1, x bərabərdir mənfi 2, x də bərabərdir mənfi 1. Ədəd oxunu çəkək. X, bu oldu mənfi 2, bu oldu mənfi 1, bu da oldu 1. Deməli, heç birini, burada yox, bərabərliklər var. Bərabərliklər var, burada mənfi 1'i almayacaq. Mənfi 2'ni də alacaq, 1'i də alacaq. Bəli, bunları alacaq. Böyle bir aralıq aldım. Şimdi gəl 0 yazar yerinə. 0 yazanda bu mənfi olur. Bu müsbət olur. Bu da müsbət olur. Deməli mənfi. Bu mənfi, bu müsbət, bu müsbət, bu da mənfi. Bizə də lazımdır 0'dan böyüklük. Deməli mənfi 2, mənfi 1, mənfi 2'ni alır. Birləşir, 1, 1'i də alır. Müsbət sonsuzluq. Belə bir cavab aldım orada. Bax, deməli neçə nömrəli idi? 97 nömrəli. Mənfi 2, mənfi 1,
1 müsbət sonsuzluq. Bəli, baxın, A variantında var. A variantında da var. Yaxşı bərabərsizlikdir uşaqlar. 98 nömrəli çalışma. Baxaq 98-ə. Deməli, 98 də eyni tip çalışmadır. Kök altında 5 çıxılsın 2 üstündə x çıx 2. Sonra böyük bərabərdir. Kök altında 5 çıxılsın 2 üstündə kəsr xətti çəkirəm. 2 çıx x, məxrəcdə də x üstə gəl 2. Gəl indi və bu bərabərsizliyi həll edək. Hər ikisində eynidirmi? Bunları eyni veriblər ki. Amma burada bir şeydə diqqətli olmaq lazımdır uşaqlar. Bax bu kəsirdir ya. 2 tam neçə çıxır, çıxanda 2-ni 1 tam neçə eləyir. Bax burada diqqətli olmaq lazımdır. Ona görə də bax bu belə olacaq. X çıx 2 kiçik bərabərdir olacaq. Əsas bunu görmək lazım idi. 2 çıx x bölünsün x üstə gəl 2. Keçirdək bir tərəfə. X çıx 2 çıxılsın 2 çıx x bölünsün x üstə gəl 2. O da kiçik bərabər 0. Orta məxrəcə gətirək. X üstə gəl 2. Buna vuranda, məxrəcə yeni gətirəndə, bu olur x-in kvadratı çıx 4. O da çıxılsın 2. Acaba vurmayaydım gerek. Bayaqki kimi hazır yazaydım gerek. Yox, vurmuram uşaqlar. Burada bunu verir mənə də x çıx 2'dir. Vurulsun nə? X üstə gəl 2. Bundan əvvəlkini də belə yazdım da. X üstə gəl 2. Bir də çıxılsın 2 üstə gəl x olur. Düzdürmü? Bu da kiçik bərabər 0. Burada x çıx 2'ni mötərizə xaricinə çıxardıram. Mötərizənin daxilində nə qalır? X üstə gəl 2. Üstə gəl 2. Bir də çıxılsın nə? Bunun yerində 1 qalacaq. Aydındır. X çıx 2 üstə gəl 1 olur. Özü də bax. X çıx 2'ni çıxartmışam mötərizə xaricinə. Məxrəcdə də olur x üstə gəl neçə? 2. O da kiçik bərabərdir nə? 0. Buradan da alıram belə. Deməli x üstə gəl 2, x çıx 2 vurulsun x üstə gəl 3. Kiçik bərabər 0. İndi bu bərabərsizliyi həll edək. İndi bu bərabərsizliyi necə həll edəcək? Deməli x çıxılsın 2 0'dır. X bərabərdir nəyə? 2'yə. X üstə gəl 3 0'a bərabər eləyirəm. X bərabərdir mənfi 3'ə. Bir də x üstə gəl 2 də 0'dır. X də bərabərdir mənfi 2. Sıfırlarını tapdım. Çəkirəm ədəd oxunda. Mənfi 3, mənfi 2, bu da 2'dir. Deməli bunları qeydləyək və sonra baxaq görək hansını alır, hansını almır. Bərabərlik var burada. Məxrəcə almayacaq. Mənfi 2'ni almayacaq, bunları alacaq ancaq. İndi qiymət verək. 0'ı tapaq. Bir də bu 0 bu aradadır. 0 olanda bu mənfi olur. Müsbət, müsbət, mənfi. Bu müsbət olacaq, bu müsbət olacaq, bu da mənfi olacaq. Bizə 0'dan kiçiklik lazımdır. Olacaq mənfi sonsuzluq, mənfi 3 alır mənfi 3. Birləşir bir də 2, mənfi 2. Mənfi 2'ni almır 2. Belə bir yazılış aldım. Yekunda belə bir cavab aldım burada. Baxaq görək hansıydı bu? 98 nömrəli çalışma. Deməli, mənfi sonsuzluq, mənfi 3, mənfi 2, 2, mənfi 2'ni almır, 2'ni, burada özü də 2'ni alır axı. 2'ni alır, bir də 3'ü də alır. Hansıdır o? D variantı. Cavab oldu D variantı. 98 nömrəli çalışmada. 99 nömrəli çalışmaya baxaq. 99'da nədir? Deməli, loqaritma. Kök altında 6 bölünsün 3. Funksiyamız necə verir? 1 üstə gəl 2x böyükdür nədən? 2'dən. Bu bərabərsizliyi həll edəcək. Bu kəsr ədəddir. 2 tam neçəsə çıxır kökdən kəsrdir. Deməli, bərabərsizlik üçün yazacağım 1 üstə gəl 2x böyük olmalıdır 0'dan. 1'də 1 üstə gəl 2x işarə dəyişməlidir. Aydınmı? Bu 0-1 arasındadır. Bunun kvadratı nə verir mənə? 9'da 6. O da eləyir 3'də 2. İşarəni də dəyişdirirəm. 3'də 2. Böyle bir sistem aldım. Buradan x nədən böyük?
böyükdür mənfi 2'de 1'den. Burada da x böyük olacak. Biri keçirdəndə bu tərəfə mənfi 3'de 1'dir. 6'da 1'den. Mənfi 6'da 1'den. Elədir mi? Hər ikisində yox, böyüklük yox da, kiçiklik olacaqdı. Düz hesablamadım mı? 2x mənfi 3'de 1 olur bu tərəfdə. Deməli, biri keçirdəndə burada mənfi 3'de 1, mənfi 6'da 1. Aydındır mı? Bu kiçiklik olmalıdır özü də. Kiçiklik olacaqdı. Deməli, çünki bu birdən kiçik ədəddir. Bir də ki, burada da x də böyükdür mənfi 2'de 1'den. Baxaq. Deməli, ədəd oxumda necədir burada? Bu mənfi 2'de 1'dir. Mənfi 2'de 1'dir. Bu da mənfi 6'da 1'dir. Düzdürmü uşaqlar? Mənfi 6'da 1'dir. Bundan böyükdür. Heç birini almır. Böyükdür. Bundan mənfi 6'da 1'dən də nədir? Kiçikdir. Onda belə çıxır ki, bunun həlli hansı aralıqdır? Mənfi 2'de 1, mənfi 6'da 1. Heç birini də almır. Böyle bir aralıq aldım burada. Bakar göre C variantı. Cevap oldu C variantı. Bu da 99 nömrəli çalışmaydı, değil mi? 100 nömrəli çalışmaya bakar göre. 100 nömrəli çalışma. Yazıram 100 nömrəli çalışma. Deməli burada da loqaritma kökdə 3 böl 2 1 çıxılsın x, o da kiçikdir 2'den. Şimdi baxaq buna. Bax burada. Deməli yazıram 1 çıxılsın x nə olmalıdır? 0'dan böyük olmalıdır. Bir də 1 çıxılsın x, bu işarə əksinə dəyişəcək. Böyüklük olacaq. Kökdə 3 böl 2 kəsr ədəddir uşaqlar. Kökdə 3'dən 1 tam neçə çıxırsa 0-1 arasında olan ədəddir. İşarəni ona görə dəyişdirdim. Bunun kvadratı da 4'də 3 edir. 4'də 3. 0'dan da böyük, 4'də 3'dən də böyük. Elə bu ikinci bərabərsizliyi həll etdim, kifayət eləyir. Deməli, x kiçik olacaq. X'i sağa keçirdirəm, bunu sola keçirdirəm. Kiçik olacaq, 1 çıxılsın 4'də 3'dən. O da bərabər 4'də 1'dən. Düzdürmü? Deməli, x nədən kiçikdir? 4'də 1'dən. 4'də 1'dən kiçikdirsə bu nə deməkdir? Mənfi sonsuzluq 4'də 1. Deməli, bu aralıq olmalıdır. Mənfi sonsuzluq 4'də 1. Bəli, orada B variantıdır cavabda. İndi də 101 nömrəli çalışmaya baxaq. 101 nömrəli çalışma. Bu da 101 nömrəli çalışma. Deməli, kub kök altında 27'də 1 üstündə x çıxılsın 1. Kökün daxilindədir bu. O da böyükdür 9 üstündə mənfi x. Burada əsasları yeniləşdirmək lazımdır uşaqlar. Böyük bir problem deyil. Kub kök altında da özü də x'in ən kiçik tam qiymətini tapacaq. Tapayı da deməli bunu necə yazacağam mən? Deməli kub kök altında yazıram 3 üstündə mənfi 3 kimi 27'nin mənfini də bura vurub açıram. 1 çıxılsa x elədi. Aydınmı? 3 üstündə deməli bax belə yazdım da. Ya belə yazaq. Bu 3'ü də istəyirəm bildirim, götürmək istəyəmədim bir dəfəlik onu. Elə bil ki bu vurulsun, 1 çıxılsın 3 dögül, bunun üstündə 3 belə yazın. Aydın oldu. 3'ü necə yazdım? Bu 1 çıxılsındır. 1 çıxılsın x üstündə 3. Mənfini elə bil ki buna vurdum. O da böyükdür. Bu da elə 3 üstü 2 mənfi 2x. Və belə. Bu 3'lər gedir buradan. Burada belə ifadə qalır. 1 çıxılsın x. Aydın, bax bunu yerini dəyişdirdim. Fikir verin. Bilmirəm başa düşdünüz, başa düşməz. Diqqətlə fikir verin. Böyükdür 3 üstü mənfi 2x. Əsaslar eynidirmi? Özə vahiddən böyükdür. 1 çıxılsın x, işarə necə var? Elə qalacaq. Mənfi 2x-dən. Mənfi 2x'i keçirdirəm sola, x olur. Biri də keçirdirəm sağa, 1 olur. X böyükdür 1'dən. Orada nə edirdi bizdə? Ən kiçik tam qiymət. Bərabərsizliyini ödəyən. X'in ən kiçik qiymətini burada mənfi alıram axı. Mənfi 1'dən böyükdür də. 1'i sağa keçirdirəm axı. 1'i almır, onda 0 olacaq. Cevap 0 olacaq uşaqlar orada.
Hansıdır? D variantı. Bəli, D variantıdır. Keçirəm 101 nömrəli çalışmaya. 102 nömrəli çalışmaya. Burada necədir? 7'də 3 üstündə, 7'də 3 üstündə nə? X'in kvadratı çıxılsın 8x. O da böyükdür 5 tam 9'da 4 üstündə. Deməli, neçədir o? 14 çıx 4x. 14 çıx 4x. Belə bir yazılışdı. İndi burada baxaq görək bunlar əsasları yəqin ki eyniləşdirmək lazımdır bunları. Baxın x'in kvadratı çıx 8x o da böyükdür. Bu nə verir mənə? 45 49. 9'da 49. Üstündə 14 çıx 4x. 14 çıx 4x'dir də eləmi? Bəli. İndi burada 7'də 3 üstündə x'in kvadratı çıx 8x. O da böyükdür. Gəl bunu belə yazar. 7'də 3 üstündə mənfi yazacağım. Bunun üstündə mənfi 2. Mənfi 2'ni də buna vuracağım. Aydın mı kvadrat? Bu eləyəcək 8x çıxılsın 28. Belə bir bərabərsizlik aldı. İndi burada x'in kvadratı çıx 8x işarə dəyişəcək. Çünki bu 0 ilə 1 arasındadır. Olur 8x çıx 28. Burada sıfırlar qalır getmirlər. Yox. X'in kvadratı çıxılsın 16x üstə gəl 28. O da kiçikdir sıfırdan. Köklərini tapmaq lazımdır da bunu. Bunun kökləri neçə elir? 14 ilə 2'dən gedər söhbət olsa da. Bəli, elə 14 ilə 2 özləri. Aydındır mı? Sıfırdan kiçiklikdir də burada. Gəl belə yazaq bunu hələ istəyirsiniz grafikin təxmini vurmaqla da yazın. Bu 2'dir, bu da 14. Düzdürmü? Qollar yuxarıda x'in kvadratı. Bax, qollar yuxarıdır. Bu hissə aşağıda da bura mənfidir, bunlar da müsbətdir. Bizə mənfilik lazımdır. 2 ilə müsbət 14 aralıq. Belə bir aralıq oldu. Almır özü də onlar. Heç birini almır. 2, 14 aralığı var mı orada? A variantı, bəli. Cavab oldu A variantı. Bəli, həmişə elə intervallar metoduna çox geniş yer veririk. Belə də yazırlar. Yazmışam belə. Birinci hissənin izahatlarında yazmışam uşaqlarlara hamısını. Baxaq indi 103 nömrəli çalışmaya. 103 nömrəli çalışmaya baxaq. 103'də nədir? 5'də 4 üstündə, 5'də 4 üstündə x'in kvadratı üstə gəl 9x. O da böyükdür. 1 tam 16'da 9 üstündə deməli 3 çıxılsın 2x. Bərabərsizliyini həll edəcək. Həll edək. Burada bu verir mənə 5'də 4 üstündə x'in kvadratı üstə gəl 9x. O da böyükdür. Uşaqlar bu verir mənə 16'da 25. Bunu yazıram mən 5'də 4 üstündə mənfi 2 ilə. Mənfi 2'ye də vuranda bunu eləyir 4x çıxılsın 6. Və belə bir yazılır. X'in kvadratı üstə gəl 9x. 5'də 4 0 1 arasındadır. İşarəni dəyişdirirəm. 4x çıx 6. Bu da verir mənə x kvadrat üstə gəl 5x üstə gəl 6. Kiçikdir 0. Kökləri nədir bunların? 1 ilə 6 yox. 2 ilə 3. Mənfi 2 ilə mənfi 3 olar. Vuranda bir-birini eləyir. 6. Elədir mi? Toplayanda əksi. Bəli. Bunun qrafikinə deyirəm yenə də sizə. Bax, bu mənfi 3'dir. Bu da mənfi 2'dir. Qollar yuxarıdır. Bax, qolları yuxarıdır. Bu arada mənfi olur. Y mənfi aşağıda. Aydın mı? Ona görə. Yuxarıda da Y müsbətdir. Buradan yuxarıda müsbətdir. Ona görə belə götürülür. Burada sıfırdan kiçiklikdirsə deməli mənfi 3 ilə 2 aralığı. Bərabərlik də yoxdur onlarda. Deməli 103 nömrəlidə mənfi 3, 2 aralığı cavab oldu C variantı. Cavab C variantı. Sonra 104 nömrəli çalışma. Burada nedir? Üslü funksiyası artan funksiya olarsa, funksiyanı yazım görək. Y bərabərdir loqaritma 0,2 əsasda A üstündə nədir bu? X.
Funksiyası artan funksiya olarsa logaritma a əsasdan k böyükdür logaritma a əsasdan 4 bərabərsizliyini həll edin. Bu üslü funksiya artan funksiyadırsa, bu belə çıxır ki, bu birdən böyükdür əsas. Aydındır uşaqlar? Deməli, logaritma 0,2 əsasdan a böyükdür 1-dən. Bu belə çıxır. Bu da o deməkdir ki, a böyükdür 0,2 üstü 1-dən. 0,2 üstü 1-dən. Bu da a 0,2-dən böyükdür. İndi əgər a 0,2-dən böyükdürsə, a 0,2-dən böyükdürsə və bir də bir şey də var burada. A 0,2-dən böyükdür. Burada k da 0-dan, a da 0-dan böyükdür. Bu a 0-dan, bundan böyükdürsə də 0-dan aydın məsələ böyükdür. Ancaq burada bir iş də var ki, k da 0-dan böyük olmalıdır. Aydındır mı? Deməli, olarsa bərabərsizliyini həll edən. A parametridir. K'nı yazacaqdım mən də. A parametridir. K 0-dan böyükdür. Yine bura baxa görə bu 0,2'den böyükdürsə, deməli bu artan funksiyadır. Bu 0,2'den böyük. Belə çıxır ki, uşaqlar 0,2'den böyükdürsə bu işarə əksinə dəyişəcək də. K kiçikdir 4 olacaq. Aydındır mı? K kiçikdir 4 olacaq. K da 4'ten kiçikdir, amma burada 0'dan böyüklüyü də var axı. Aydındır. Deməli bu 0'dan böyüklüydü burada. Bir də bu da 4'ten kiçiklikdir. Aydındır mı? Özü 4'ü də almır. Orada bərabərlik yoxdur heç birində. Deməli, belə çıxır ki, bunun həlli K'nı tapmaq lazımdır. 0 ilə 4 arası olacaq. Bəli, bu qayda ilə. Monotonluğa görə bunu yazdıq. Onu monotonluğa görə yazdıq. Artan funksiya olduğuna görə 0,2'den böyük götürdüm onu. O qayda ilə, bəli. Sonra, baxaq görək onun həlli var mı orada? Neçədir bu? 104 nömrəli çalışmada. 104 nömrəli Y variantı. Cevap oldu Y variantı. 105 nömrəli çalışmaya da baxaq. 105. Funksiya verilir uşaqlar. Təyin oblastını istəyir bizdən. Kök altında 2'de 1 üstündə x çıxılsın 3'de 1 üstündə nə? X. Bu funksiyanın təyin oblastını kök altı ifadə böyük bərabərdir 0 olmalıdır da. 2'de 1 üstündə x minus 3'de 1 üstündə x böyük olmalıdır. Nədən? Bərabər. Böyük bərabərdir. 0'dan böyük bərabər olmalıdır. Yazıram belə. 2'de 1 üstündə x böyük bərabərdir 3'de 1 üstündə nə? X-dən. Bunu hər tərəfini 3'de 1 üstü x-ə bölək. Böləndə belə bir yazılış alınır da uşaqlarda. X, bu da 3'de 1 üstündə x. Düzdürmü? Bu böyük bərabərdir 1'dən. Bu ne verir mənə? 2'de 1'i 3'de 1'e böləndə 2'de 3 üstündə deməkdir. Elədi mi? Bu deməkdir də. Böyük bərabərdir. 1'i də yazıram 2'de 3 üstündə 0. 1'in əvəzində. Bu ne deməkdir? X böyük bərabərdir. Bu 1'dən böyük edədir. Necə var? İşarə qalır 0'dan. Bu da elə həlli 0 müsbət sonsuzluq. 0'ı alır ancaq. Təyin olunma oblası 0 müsbət sonsuzluq A variantı. A variantı. Sonra 106 nömrəli çalışma. Deməli 3 üstündə kök altında 1 çıxılsın x. O da çıxılsın x vurulsun logaritma 5 əsasından x. O da böyükdür 0. Bu bərabərsizliyi həll edir. Burada deməli burada iki cür bərabər. Bu x vurulsundur, elədir mi? Bəli, x vurulsundur. Bunu mühakimə ilə yazmaq lazımdır uşaqlar. Bunu həlli yolu sırf cəbri yolla yazasan yox. Bunu mühakimə yolu ilə yazmaq lazımdır. Burada 1 çıxılsın x 0'dan böyükdür. Bu heç böyük bərabərdir. Yəni x kiçik bərabərdir 1 eləyir də, düzdürmü?
birden kiçik olanda. Birden kiçik olanda mesela ne veririksə burada. Ne veririksə burada. Deməli, bunun qiyməti ne verəcək mənə? 3'dən böyük olacaq, elə deyilmi? Təyin olunma olasılığı bu deməkdir. Birdən kiçik. Və birdən kiçik fərz eləyək ki, 0 yazıram. Mənfi 1 yazıram, 0 yazıram. 0 yazanda 2'də 1 yazaq. 2'də 1. Bu deməli, həmişə birdən böyük olacaq. Elədi mi? Bu birdən böyükdür. 0 yazan, bunun x yerine 0 yazanda 3 elir. 2'də 1 yazanda 4'də 1 yazım tutalım. Bu da elir neçə? 4'də 3. Kök altında 4-cü dərəcədən kök alıb 3-cü dərəcədən qüvvət yüksəltmək lazımdır. Bunun müsbətliyini deyirəm. Bu 0 1'dən kiçik olanda bu müsbət olur. Bu heç. Şimdi bunu yoxlayaq. Burada 1'dən kiçik olanda x nədən böyük olmalıdır? X də böyük olmalıdır 0'dan. Aydındır mı? Deməli bundan böyük olması üçün bu ifadəni x 0'dan böyük olmalıdır. 1'dən kiçik olmalıdır. 1'dən kiçikliyi də buna görədir. Aydındır? Deməli bu da belə çıxır ki, bunun həlli 0 1'dir. 1'i ala bilərmi? 1 alsa ne verəcək bizə? Bu 1 verir, çıxılsın 1 alsa bu 0 verir. 1 böyükdür 0'dan. Bəli. Orada deməli bu neçə nömrəli? 106 nömrəli çalışmadır. 1'i alacaq orada. Baxın görək. Deməli hansı variant idi orada? D variantı. Aydın oldu mu? Bunu ancaq belə izahatla, mühakimə ilə yazmaq lazım. Bu tip tənliklər uşaqlar. Yoxsa sırf cəbri üsulla, ay bunu bu yolu var, yox. Bu cür izahat vermək lazımdır, yazmaq lazımdır. O başqa formada yazmaq lazımdır bunu. Yazmaq deyəndə ki, bu qaydada istifadə etmək lazımdır uşaqlar. Deməli, indi baxıram, görürsünüz, tək bir misalda yazıblar ora. Deməli, 107 nömrəli çalışmanı. 107 nömrəli çalışmanı. Burada nedir? 4 üstündə loqaritma 3 əsasından 1 bölünsün. X üstə gəl 1. X üstə gəl 1. O da kiçikdir nədən? 1'dən. Bu tənliyi həll edəcək. Bərabərsizliyi. Burada yazıb tənliyini həll edin. Yox, səhv düşüb. Orada bərabərsizliyi həll edin deyir. Bərabərlik yoxdur axı orada. Bəli, indi yazaq, həll eləyib. Deməli, bunu belə yazacağım. 4 üstündə loqaritma 3 əsasından 1 böl x üstə gəl 1. O da kiçikdir. 4 üstündə 0'dan. 4 1'dən böyük olduğuna göre bu işarə olduğu kimi qalır. Loqaritma 3 əsasından 1 böl x üstə gəl 1. O da kiçikdir nədən? 0'dan. Burada bunu 0'dan böyük götürməliyəm də uşaqlar. Elədir mi? X üstə gəl 1 böyükdür 0 götürək. Sonra bərabərsizliyi yazaq. 1 böl x üstə gəl 1 kiçikdir 3 üstü 0'dan 1'dən. 0'dan böyük olmalıdır, 1'dən kiçik olmalıdır. Bu ne deməkdir? Buradan belə çıxır ki, deməli x nədən böyükdür? Mənfi 1'dən. Düzdürmü? Müsbət olması üçün. Həllər bu aralığa düşməlidir. Bunu da ortaya məxrəcə gətirəndə x üstə gəl 1. Deməli 1'i keçirdirəm o tərəfə. 1 çıxılsın, x çıxılsın 1. O da kiçikdir 0'dan. Buradan da alıram x üstə gəl 1. Bu da verir mənə mənfi x. Kiçikdir 0. Aydındır mı? Bunu da mənfiyə də vuraq laf. X üstə gəl 1. O da böyükdür 0'dan. İndi burada 0'dan böyüklük nə deməkdir? X 0'dır, vuruqlardan biri. Biri də mənfi 1'dir. Düzdürmü? Ədəd oxunda qeyd eləyək görək. 0 mənfi 1. Bu da olsun 0. Deməli bu aralıqlardır. Bu aralıqlardan qiymət yazaq. 1 yazanda müsbət olur. Onda bura mənfi olacaq, burada müsbət. 0'dan böyüklük. Deməli burada 0'dan böyüklüyə baxaq görək. Biz baxmalıyıq. 0'dan böyüklük bu aralıqda oldu. Bərabərsizliyin özünün həlli. Amma buna da baxaq da. Bir də bu mənfi 1'dən böyüklüyə də baxaq da. Aydındır mı? Bu tərəfi götürmək lazımdır.
Ümumiyyətlə, bax, fikir verin, ədəd oxunda çəkim, onu göstərim, baxın. Deməli, bu mənfi 1-dir. Bunun həlli, bu da 0, hə? Belə götürək də. Deməli, bunun həlli oldu, bu aralıq. Bərabərsizliyin həlli. Bir də bu aralıq oldu, həlli. Amma burada mənfi 1-dən böyüklükdə axı. Təyin olunma oblasti. Bunu bax, belə götürəcəyəm, buradan belə. Görürsün, ortaq əl hara düşdü? 0, müsbət sonsuzluq. 0'ı özü də bərabərlikdə yoxdur. Almayacaq onu. 0, müsbət sonsuzluq. Bərabərsizlikdə yoxdur. Deməli, bu neçə oldu? 107 nömrəli çalışma. A variantı. Cavab oldu A variantı uşaqlar. A variantı. Sonra 108 nömrəli çalışmaya da baxaq. 108. 108'de nedir? Fx beraberdir. Kök altında logaritma 4 esasından x'in kvadratı çıx 3. X'in kvadratı çıx 3. Böyle. Funksiyanın təyin oblastını tapın. Logaritma 4 esasından x'in kvadratı çıx 3. O da böyükdür 0'dan. Böyük bərabərdir. Bunun təyin olunma oblastı da var da, böyükdür 0. Bir de x'in kvadratı çıx 3. 4 birdən böyük olduğuna göre böyük bərabərdir 1'dən. 1'dən böyük olanı həll edirəm. Çünki 1'dən böyük olan 0'dan da böyük olacaq da. Düzdürmü? Yazıram x'in kvadratı böyük bərabərdir nədən? 4'dən. Modulda x də böyük bərabərdir 2'dən. Böyük bərabərlik olduğuna göre, daha doğrusu böyüklük olduğuna göre kənarlar olacaq. Mənfi sonsuzluq, mənfi 2. Bir də alır 2'ni də özü də burada. Birləşir 2 müsbət sonsuzluq. Belə bir cavab aldım uşaqlar. Bu modul kənarlar deməkdir də. Hansı var orada? Y variantı. Cavabda var orada. Y variantı var orada uşaqlar. 109 nömrəli çalışmandayız. Y bərabərdir. Kök altında logaritma 4'də 3 əsasından 2 çıxılsın 5x. Və belə bir funksiyanın təyin oblastını tapacaq. Bunu tapar. Deməli, burada yenə də bunu yazıram. Logaritma 4'də 3 əsasdan 2 çıx 5x'in böyük bərabər 0'dan. Şimdi bunu həll eləyək bu bərabərsizliyi. Logaritmi bərabərsizliyi. Çıxılsın 5x böyükdür 0'dan. Amma 2 çıx 5x onda kiçik beraber olacak. 4'də 3 üstü 0'dan. 4'də 3 0-1 arası olduğuna göre değiştirdim şöyle. Oldu 1. Şimdi bunları həll edeceğim. Buradan birinciden ne alıram ben? Birinciden alıram x kiçikdir. 5x'i bu tarafa geçirdirəm. 5'də 2'den. Buradan alıram. Deməli, x 5x'i sağa keçirdirəm. Böyükdür olacaq. Böyük bərabərdir. 1'i sola keçirdirəm. 2'den 1, 1, 5'də 1'dən. Belə bir cavab alıram uşaqlar. Deməli, ədəd oxuna baxaq. Bu 0 olsun. Bu 5'də 1 olsun. Bu da 5'də 2 olsun. Aydındır mı? 5'də 2 olsun. Burada deməli 5'də 2'dən kiçiklikdir. Almır özü də onu. Amma 5'də 1'dən böyüklükdür. Bunu qaralayıram özdə. Qaralayıram. Belə çəkdim. Sümbül şəkli bu aradadır. Deməli 5'də 1, bir də 5'də 2. Deməli 5'də 1'i alır, 5'də 2'ni almır. Bu da 109 nömrəli çalışmada. Burada 109 idi mi? Bəli, 109 nömrəli çalışmada. Onluq kəsirlə yazı var uşaqlar orada. Bu yox. 5'də 1, 5'də 2 hansıdır? Bir de onluq kəsirlə yazıb. B variantını belə yazıb. 0, 10'da 2, bir de 0 tam 10'da 4. Belə yazıb onu. Hansı variantıydı o? B variantı. B variantı.